Salam əziz izləyicilərimiz, gözəl xanımlar, sizləri yeni bir gündən, yeni bir vlogdan salamlayıram. Evimizə xoş gəldiniz. Necəsiz əzizlərim, həmişə yaxşı olasınız. Bizlər də soruşsan şükürlər olsun, yaxşıyıq. Bugün bu çəkilişi mən edirəm. Bugün yanvar ayının 18-idir. Deməli, bundan öncə izlədiyiniz video yanvarın 13-ü anamgildən gəldim. 14, 15, 16, 17 4 gündür demək olar ki, çəkiliş etmirəm. Əslində çəkiliş etmək istəyirdim. İndi telefonda baxdım, özüm üçün yadıma salmaq üçün ki, mən axırıncı nə çəkmişəm. Baxıram ki, bilmirəm ayın 15-i idi deyəsən. Axşam Rafişdən gələndə etdiyi alış-verişi çəkdim. Sonra yürüyüşə çıxdıq, getdik, gəzib gələndə biraz yenə marketdən də alış-veriş etdik bərabər. Onları çəkmişəm. Yəqin ki, videonun əvvəlində izləyəcəksiniz. Və 16-sı nə bilsin, yenə bilmirəm, çəkiliş etmədim. 17-si dünənlərdə yenə çəkiliş etmədim. Dünən heç həvəsim yox idi. Dünən rəvan elə bir ki, baxın, o belə deyim də, o ağır sudur qaydı, nə idisə onu keçirdi. Reanimasiya yerləşdirildiyi gün idi. Dünənki gün heç yaxşı gün deyildi yenə. Neysə, bugün dedim, çəkiliş edim. Pişirəcəyim yemək falan var yenə. Belə xanımlar, istədim bugün kameranı açam. Video vlog çəkmək istədim xanımlar. Belə bu əslində səhər ilə tezdən çıxartmışdım. Namaza duranda çıxartdım ki, ərisin, gün ortaya küftəni hazırlayayım. Amma baxıram ki, çatdıra bilməyəcəm xanımlar. Əslində uşaqlar da səhər yeməyi yedilər, yumurta qaynatdılar, yedilər. Əslində mən sok çəkmək istəyirəm indi. Soku həmişə biz ac qarnına içmişik. Həmişə, yəni illər öncə Raf alırdı, gətirdi kisəylə meyvələrdən kök, alma, yəni çəkirdik, balqabaqdan da çəkirdik. Yəni bu sok çəkən maşınım illərin maşınıdır. Demək olar ki, bəlkə də 20 il. 20 ilin sok çəkənidir. Ukraynanın da adı Juravinka idi. Juravinka i hərfi Ukraynca yazılmışdı. Ona görə deyirəm Ukraynanın da o vaxt yadımdadır. Maşınkamı yenə çıxartdım, sok çəkənimi. Çoxdan da belə çox çəkmirəm. Nuray sok istəyirdi. Raf elə evə gələndən, mamamgildən gələndən kök alır, gətirir. Baxın, belə dünən də yenə bunu alıb gətirib. Elə üstündən götürdülər, uşaqlar yedilər. Deməli, gələn gündən yox. Bu elə bir 3-cü kulokdur da, belə böyük alıb gətirir. Uşaqlara sok çəkirəm. Raf elə bunu aldı, gətirdi. İndi bugündən də belə çəkəcəm. Görüm neçə gün. Yəni çəkərəm. Prosto Nuray tezdən gedir deyə hərəyə bir dəfə də olmur. Bu maşını söküb yuymaq da çətin işdir. Belə xanımlar. Nə bilim, nə deyim, nə danışım. Danışmaq da istəyirəm, işdə görmək istəyirəm. Baxın, kələm almışdıq. Kələmi də belə kvaşını kapusta etdim. Az duzdu. Sonraha gün gecə etdim. Dünən bankaya yığdım. Bugün elə bir ikinci gündür da. Belə xanımlar, o da az duzlu mama eləmişdi. Yeni yadıma düşdü. İlk dəfə bunu mama bizdə etmişdi. İçinə deməli keşniş toxumu, bir də şüyüd toxumu evdə var deyə əlavə etdim. Yoxsa onlar vacib deyil. Sadəcə olaraq az duz. Yəni kələm turşusuna əlavə etdiyimiz qədər duz yox xanımlar. Ondan bir qədər az. Və çox belə sıxmadan bankaya yığdım. Boş şəkildə yığdım. Bir də indi bugün etdim. Oxlovla belə içinə oxlovu salıb çıxardırıq. Belə deşiyi açırıq ki, güya zakvaşın, nə deyirlər ona, köpükləri çıxsın da, qazı nəyi varsa çıxsın. Amma dünən axşam yeyildi, üstünə elə salat kimi götürüb yeyirlər. Uşaqlar da xoşlayır, Raf da xoşlayır xanımlar. Amma mamanınki çox sulanmışdı, məndə hələ su çıxmayıb. Bugün ikinci gündür da, elə də suyu yoxdur, görürsünüz. Bilmirəm, indi sabah səhər mama ilə əlaqə saxlayıb soruşaram, yəni suyu çıxmasa ki, neynəmək olar buna başqa? Yəni bunun suyu yoxdur, yoxsa əvvəlcədən bilən kimi olur. Yadımdan çıxıb, inanırsınız xanımlar. Tuzu normaldır da, belə də baxanda az yox. Normaldır. Belə, yəni bu turşu deyil, bu salat sayılır da xanımlar. Yeyərkən istəsən üstünə göyərti doğra ye, istəyirsən
biraz duru zeytun yağı və yaxud semçika yağı tök, belə salat kimi et ye və yaxud əlavəsindən içinə xiyar doğra, biber doğra, belə salat hazırla ye. Elə heç nə də eləməsən, elə sadəcə özünü. Elə hazırlayarkən elə yeyildi ki, xanımlar. Mən əslində 3 dənə kələm almışdıq. İkisini doğradım, bir də kök sürtkəcdən keçirdim, qarışdırdım, qoydum burada ləyəndə dursun da sırağa. Raufla Nuray gedir, gəlirlər. Axır dedim ki, tarelka götürün, tarelkaya qoyun yeyin də. İçindən götürmür ləyəni. Yeyildi, gördüm, yeyildi. Dedim, səhərə nə qalacaq? Götürdüm o bir dənə də kələmi də. Qabı-qacağı da yuyub yığışdırmışdım. Sürtkəci, hamısını taxtanı, bıçağı. Təzədən bir dənə kələm vardı. Onu da üz qabağını soydum, yudum. Onu da doğradım, əlavə etdim. 1-3-4 dənə də yenə kök əlavə etdim. Dedim, daha hazırlamışkən qoy bir qədər olsun da, xoşladılar. Belə yeməklərin yanında elə özünü yemək kimi. Dünən axşam elə özümdə yemək kimi götürdüm, yedim. Biraz ölüşü baxır kələm. Mən biraz dişimə görə problem yaşayıram da, bilirsiniz, danışığım da başqadır, hər şey dəyişibdir də. Danışanda utqunmağım, nə bilim belə narahatdır da ağzımda dişim xanımlar, ona görə danışığım da dəyişibdir. Belə, neysə, bu da kələm turşu, kvaşını kapusta deyək də buna. Yəni turşu kimi yox, kələm salatı deyək də, belə. Qapağını da örtməmək lazımdır ki, içindən qazlar çıxsın. Belə, əslində altına nəsə qoymaq lazımdır ki, güya bu daşır, suyu aşır. Bu nə qədər suyu çıxsa da belə xanımlar, bu daşmaz. Çünki baxın nə qədər boşluq var. Ona görə də padnos, leğen heç nə qoymadım. Belə xanımlar, indi yuxarıda gətirdim, bunu da istədarım bugün. Belə, götürüm kökdən yuyum xanımlar. Özümə alma da qatıb etmək istəyirəm. Amma uşaqlara eləcə kökdən eləyərəm. Kökdə pişirmək istəyirəm biraz. Belə ərsin. Burada biraz dolmanın ətindən qalmışdı xanımlar. Belə bir kütləlik qədərdir demək olar. İçində iri soğan bəsdir. Belə kütlə də hazırlayarıq hələ. Dursun bu. Baxıram ki, gün ortaya soyuducuda nəyimiz var? Biraz kartof var. Bir də qreçka var. Yəni qreçka var. Amma yenə də pankek hazırlamaq istəyirəm. Bir balonda təzə qatıqdır da, yarısından da ortasındandır. Amma bir də köhnə banka var, onun dibində çox az qatıq var. Baxaram, o çox elə xarab olmayıbsa, ondan pankek eləyərəm. İndi uşaqlara gün orta yesinlər, onlar üçün fərqi yoxdur. Pankeki axşam da sevirlər. Belə əzizlərim, telefonu belə qoyub, necə deyim, çəkməyə yer yoxdur. Baxın, oradan tripodu yerləşdirib qoyanda, yalnız arxadan düşürəm də, yəni üzüm düşmür. Buradan da qoyanda da yenə elə uzaq kimi düşür da. Nə bilim, ona görə əlimdə mənə belə tutmaq rahatdır. Bəzən də iş gördüyü üçün buradan keçirdirəm, elə sakit çəkiliş edəndə. Belə, bəzi mövzular var, onlar haqqında da yenə danışmağım olacaq. İndi birinci. Xanımlar, telefonu bura yerləşdirdim. Belə bir çəkiliş etmək istədim. Baxın, mən kökü yuyuram, amma qabığını soymuram xanımlar. Onun qabığını qaşımaq ehtiyac yoxdur, stok edir, elə bir qabığı olmur. Düzdür, salatları falan doğrayırıq, çünki yeməyə, salata o elə bir sonra plyonka kimi üzündən sıyırıla bilər. Amma burada soğuk çəkilir deyə mən belə düşünürəm, etmirəm. Baxın, bu hissələrini kəsək və bəzən buradan keçsin deyə, bu keçir, elə dursun orada. Oradan keçsin deyə doğrayırım. Prosta bu dəfə aldıqları rafın balacadır, belə yaxşı köklərdir. Xanımlar, bir dənə sual var idi, dedim onu cavablandırım. Hansını birinci cavablandırım? Bir xanım yazmışdı. Mən bir dənə short videosu paylaşmışdım. Özümü idim, yoxsa çəkmişdim dəniz kənarında, səhv edirəmsə orada. Sevdi adında izləyicimizdir. Familiyasını unutmuşam. Həmişə yaxşı yazandı, ümumiyyətlə yaxşı yazdı. Məsləhət görüb sağ olsun ki, darıxırsansa belə namaza başla. Və Sevdə bacıma yazdım ki, sağ olun, yəni namaz qılıram da mən. Birdən də izləyicimiz bilmirəm hansısa bölgəmizdəndir, yazdı ki, deyim hansı videoya xanımlar.
Hardakı mən Gülafət bacıgilinə belə biz Nuray mən uşaqlar getmişdik gəzməyə. O videoya bir bacımız yazıb xahiş edib ki, xahiş edirəm Sevinç bacı burada yazar, videoda cavablandırarsan ona görə. İndi buradan deyirəm ki, Sevinç bacı siz namaz qılırsınızmı? Ümumiyyətlə bacıların namaz qılırsınızmı? Bilmirəm nəyə görə soruşub bacım. Əslində mən o mövzularda belə danışmağa üz görürsə, yəni bilinmir də heç namaz qılırıq yoxsa yox, bəlkə də bilən bilir, bilmirəm. Bir dənə mamamı yəqin bilərsiniz, çünki mama 2 dəfə ümrəyə getmişdi. Onların hər ikisini mən burada demişdim də, səsləndirmişdim vlogumda. Allah arzusunda olan hər kəsə qismət etsin. Hə, əzizlərim, Allah qardaşımın qazancını bol etsin, canını sağ etsin, həmişə anamı göndərə bilsin. Hə, xanımlar. Və mən burada demirəm, bəli, mən də namaz qılıram, bacılarım da namaz qılır, qardaşım da, mamam da. İllərdir, yəni indi yox, illərdir namaz qılırlar onlar da. Belə. Sonra başqa ailəmizdən kim namaz qılır? Sevdanın qızı Esi də namaz qılır. Hə, gəlinimiz Şəmsiyə təbii ki, o da namaz qılır. Yəni hər kəsin, xanımlar, mən də düşünürəm ki, hər kəsin ibadəti, inamı, inancı, imanı, necə deyim, özünə görə də bu nə müzakirə olunası deyil, nə belə deyiləsi deyildi. O hər kəsin öz işidir, onu bəlkə də mən deyirəm, burada bəlkə də onların xoşa gəlməyəcək, ümumiyyətlə bizi niyə çəkib demişsən, bilmirəm onu da. Amma hər kəsin özünə görədir, hər kəsin düzü, səhvi özünə görədir, xanımlar. Kim necə qılır, yəni ümumiyyətlə elə həyatda elə insanlar tanıyırıq ki, namaz qılınır, amma o qədər gözəl, vicdanlı, dürüst insanlar var ki, yəni hər şey ilə namaz qılırsa, deməli bu müqəddəs bir insan deyiminə gəlmir mənə görə. Şəxsən mənə görə elə namaz qılıb pislik edən insanlar da olur da, xanımlar, həyatda görürük, yəni yaşım da az deyil, nələr gördük. Amma hər kəsin inancı, imanı, yəni deyirəm, özünə görədir. Yəni onu burada deməyin yeri deyil. Nə bilim, bəlkə yeri düşüb, sözü düşüb, nə vaxtsa demişəm ki, dəstəmaz aldıq, namaz, nəsə bəlkə deyə bilərəm, amma belə. Siz xanımlar, bura sosial şəbəkədir də, hər kəs gəlir, nəsə yaza bilir də, ona görə yəni, kim necə namaz qılır, hansı əqidədədir, nədir, hərə özü bilər, xanım. Ona görə burada göstərmək demək, hərə gəlib bir söz edəcək, hərə bir fikir bildirəcək. Yəni o şəxsin, sən insanın özünə aid olan bir şeydir də. Belə, mən belə düşünürəm. Amma Allah hamımıza kömək olsun. O əl açıb çağırdığımız bizləri yaradan Allah hamıya xoş niyyətli, gözəl qəlbli olmağı nəsib etsin. İnsanlar bir-birinə sevgi bəsləsinlər. Pislik eləyəni bağışlamağı bacarmaq lazımdır. Bilirsiniz, xanımlar, misal üçün, bax, mənə şəxsən özümə kimlər nəsə pisliyi edəndə öncə anlamırdım bəlkə də hardasa, amma bu YouTube-a gələndən sonra elə bir ki, belə püxtələşdim, insanlar tanıdım, belə insanlar gördükdə mən elə yanaşıram onlara, yəni özləri də şahiddir mənə burada kimlər nə edibsə, əlbəttə ki, özləri bilirlər və biri desin ki, Sevinç, sən mənə ya zəng elədin, ya nəsə, ya videomda atmaca atdın, mən sənə sataşdım, toxundum videomda bilərəkdən. Sən ya videonda bir səsləndirdin və yaxud şəxsimi tapdın, özümə zəng elədin ki, niyə belə dedin, heç kimi eləmədim. Bilirsiniz niyə, xanımlar? Onlar eləyirlər. Baxın, burada bizim Allaha inamımız möhkəmlənir. O bizim imtihanımızdır. Deməli, o mənim imtihanım idi. Mənim qarşıma belə bir insan çıxmalıydı. Hansısa, deməli, insanlarda olan belə bir xüsusiyyətə mən tanış oldum. Bildim ki, belə bir xüsusiyyət var. Onunla mən öz səbrimi yoxladım, yəni səbirlə yanaşdım. Yəni Allah bunu mənə imtihan kimi göndərdi. Görüm, belə bir insanı buna yönləndirim, buna bu pisliyi elədi. Görüm, bunun cavabı nə olacaq? Və Allah şahidimdir, insanların özləri də şahiddir ki, mən heç kimə, heç nə cavab qaytarmıram. Çünki yəni belə pis mənada yox, xanımlar. Yəni hər şeyi Allaha həvalə edirəm. Bəlkə mənim nəsə səhvim olubdur. Bu insan məni görəndə o qıcıqlanıb, nəsə mənə bu pisliyi eləyib də, bu pis kəlməni mənim rəvanla mənə o qədər toxunanlar olub, xanımlar, bu YouTube-da. Mən heç vaxt dilimi açıb gətirib deməmişəm də. Yəni, yenə də demirəm, amma yəni belə dərin mövzularda rəhmətə gedəndən sonra daha çox toxunanlar oldu.
Hə, yəni mən heç birinin özünə heç nə deməmişəm. Yəni bu mənim imtahanımdır deməli. Sənə evlad verəcəm, belə sənin özünü sınayacağam, görüm necə baxırsan, tab gətirirsən, gətirmirsən. O qədər məsləhətlər görüldü həyatım boyunca ki, belə evlər var, elə yerlərə yerləşdirə bilərsiniz. Yəni Rəvan, bu biri iki evladımı da çox istəyirəm. Rəvan başqa bir möcüzə idi da mənim üçün, xanımlar. Necə Rəvansız mən nəfəs ala bilərəm, düşünürdüm. Belə bir şey olar. Niyə ki? Allah belə məsləhət görüb, belə verib. Bunlara dözə-dözə bu YouTube-a gəldim. Təsadüfən oldu, bilənlər bilirlər. Və bu YouTube-a gələndən sonra gələn rəylər, sanki Rəvanı belə dünyaya gəlib deyə, sanki məndə nəsə bir günah var. Rəvan həyatda ola-ola mənə gələn pis rəylər, videolarda hətta atmacalar, toxunmalar, sataşmalar, sanki nəsə mənim bir günahım var ki, Rəvan belədir. Yəni hər kəs özü, yəni qadınlar, xanımlar, hər kəs anlaya bilər. Adi uşağımız qrip olanda nətər əl-ayağa qalırıq ki, tez onu sağaldaq. Mən istəyərəm evladım elənci olsun. Onu da mən də istəyərəm. Onu da həyatda piləkəndə, onun da ayaqqabıları olsun. O da getsin, o da gəlsin, kim istəməz. Yəni öz acığı, misal üçün öz problemimi yaşaya-yaşaya, maddi, mənəvi, fiziki, gecə, gündüz bilməmişəm. İnanırsınız, el olub səhər yuxudan saat 1-də oyanmışıq. Çünki Rəvan yatıb, sən də yatmışsın. Yəni xətalıqlara getməyim. Mən çəkmişəm, mən yaşamışam. Gəlib sonra burada ağıllı-ağıllı qınayanlar o qədər oldu. Rəhmətə getdi. Mənəm günahkar sanki Rəvan rəhmətə getdi. Onu belə, bunu belə. Yəni o qədər belə baxırsan, yəni deyirəm ki, onu xanımlar, susuram. Susmuşam da, susuram da, susacam da düşündüyüm qədər. Mənə məsləhət də görənlər oldu ki, nömrəsini tap, zəng elə, de özünə. Dedim, yox. Və xanımlar, həyat mənə o göstərdi. Yəni mən heç nə cavab vermədim. Yəni mən vermədim. Mən imtahanımdan üzü ağ çıxdım. Onlar elə bildi ki, mən bilmədim, heç nə düşünmədim, görmədim, hər şey deyildi, çatdı. Yəni deməyim odur ki, hər kəs namaz qılan yaxşı deyil. Hər misal üçün örtülən, Allah hamınınkini kamil etsin. O demək deyil ki, ideal insandır, xanımlar. Sənin səhvin ola bilər, misal üçün kim nəsə bu mövzu üstündə, düzdür? Bax, bu mövzuda bir ki, sən ona nəsə eləmirsən. Gəlin bu mövzuyu, amma gəlib o insanı evladından vurmaq, onu özləri bilər, yəni Allahları bilər, yəni o dərinliklər. Yəni ona görə deyirəm ki, hər namaz qılan o demək deyil ki, ona görə mən bəzi belə, nə bilim, şeyləri görürəm, onsuz düşünürəm, burada nə xeyri var ki, nəyə lazımdır ki, namaz qıldığımı vurğulamaq, demək, eləsə namaza getdim, namazdan gəldim, belə. Heç vaxt düşünməmişəm. Bəlkə də olub videolarda, bilmirəm. Amma vurğulamamışam. Belə xanımlar, yəni deməyim odur ki, hər şey insanın sınavıdır, imtihanıdır. Elə insanların qarşıma çıxmağı o sənin imtihanındır və Allah yenə ölçür. Sonuçta hər kəsi Allah ölçür. Hər kəsin ürəyini, qəlbini kim bilir? Allahdan yaxın heç kim bilə bilməz. Bir özün bilirsən, bir Allahın bilir. Yəni heç kimə qəlbini qırmaq lazım deyil. Yəni qırılan qəlblərdə susmağı bacarsınlar, səbirli olmağı bacarsınlar. Çünki Allah var da, yəni pis mənada yox. Yəni Allah görür. Yəni mən demirəm, ya o mənə pis elənə getsin, Allah nəsə eləsin. Yox, Allah mənim səbrimi görür sənin. Misal üçün sənə toxunulubsa boş yerdən, işin olmadığın bir yerdən sənə dəyilibsə, sən ona səbr etdin. Ya belə deyim, mükafatını Allahdan gözləyib, yox, o günahkar bəndədir, elədir, Allahı bilər, özü bilər. Amma sən səbr et, baş qoşmayla. Yəni mən bu düşüncədə olmuşam, dindən desək, səbirdən desək, yaxşılıqdan, pislikdən desək, mən belə yanaşmışam, xanımlar. Və bir də bir xanım yazmışdı ki, arıqlamaq barədə, Sevinç bacım, necə arıqlamısan, çək atmaq barədə məsləhət gör, neçə kildan neçəyə düşmüsən, nə məsləhət gördün deyərdin də, bacı, bizlə də bölüşərdən. Bilirsiniz, xanımlar, mən elə bir mövzudur, düzdür, bundan 1-2 il öncə sırf arıqlamaq düşünüb arıqlayanda, xanımlar, kofi içirdim, yadınızdadırsa, limonlu kofi, nə bilim nə, onu bölüşürdüm. Əslində o kofini, limonlu səhər ac qarnına içməklə ziyandır da əslində. Düzdür, məndə şükür elə bir problemlər olmayıb da heç vaxt. Mən illər öncə arıqlamaq üçün da nələr eləmişəm. 30-35 yaşım olan vaxtlarda, xanımlar.
Yəni demirəm kök olmuşam. Mən kök olmaq istəməmişəm. Həmişə də arı olmuşam. Həmişə 63, 64, maksimum 65 kiloda olmuşam. Heç vaxt kök olmamışam. Həmişə də özümə zülm eləmişəm ki, kök olmayım da, xoşlamırdım. Amma indi isə daha çox sırf sağlamlıq yönündən yanaşdım. Amma yenə də əlbəttə ki, çəki də atdım. Mən Rəvan rəhmətə gedəndən sonra, nə bilirsiniz, indi həyat elə asan deyildi, streslər keçirirsən. Bax, dediyim, vurğuladığımı mənə deyib toxunanlar, inarsız, hamısını içmə saldım, gecəli, gündüzdü, öz dərdim bir yana, sənə deyib dolaşanlar bir yana. Yəni, mən indi deyirəm, düzdür, deyirəm. Çünki elə bir sualdır, mövzudur, yeri düşdü deyirəm. Yəni, mən baş qoşmamışam heç kimdə nə adını, heç nə skrin eləyib burada paylaşmaq, kimin kanalında, nə, hansı dəqiqəsində, kimdə dedi, o mənlik deyil, o eləyib özləri bilər. Yəni, mən yaşadığımı yaşamışam, kimsə mənə nəsə deməklə deyil ki, xanımlar. Allah heç kimə qismət eləməsin, insanın başına gələndə özü bilər də və kənardan kimisə... xanım, yəni görürsünüz, hər şey gəldi, yenə o mövzuda çıxdı, çünki mənə deyildi, toxunulurdu və çəki də almaqda elə bir stressdən oldu məndə, xanımlar. Gecələr yatmırdım belə, çəki almaq bir yana, ürəyimdə problem, yüksək təzyiq olur, daha doğrusu, endokrinoloq nə idi? Kardioloqa gedəndə, o yoxladı, təzyiqimi çoxdur, sonra ürəyimi yoxladılar. Yəni, təzyiq o da qədər çoxdur ki, ürəyə çox ziyan edir. Amma mən yenə deyirəm, öncə də sizə demişdim, ürəyimdə elə bir problemlər yox idi, hiss eləmirdim. Prosta baş ağrısı olurdu, həmişə başım ağrırdı. Bir də özümdən getmələrim çox olurdu da, hədsiz. Yəni, qonşular da böyle skorudu, gəlirdi, gedirdi. Bəzən skorunu çağırmırdı, qonşu var, iynə vuran. Elə sıraz gəlirdi, nə idi o dərmanın adı yadımdan çıxdı, qazı oldu, nədir, qarışım eləyir, vururdu. Yəni, indi də sağlamlıq baxımından belə düzgün qidalanmağa çalışıram ki, çəkim mənim o qədər pik həddə çatmışdı. Mən həmişə deyirdim, 70 mənim üçün çoxdur. Sonra bu son illər 70-də qaldım demək olar. İndi də həddindən artıq oldu. Yəni, 76-77 arası oldu çəkim, xanımlar. Çəkim elə idi. Və ürəyimə görə də bir müalicə alırdım. Düşündüm ki, yəni mamam da illərdir yürüyüş edir. Mamam haradasa 25-30 kiloya qədər çəki atıbdı. Bu 4-5 ildə belə deyim də. Mama da sağlamlıq baxımından edir onu. Düzgün qidalanmağa çalışır. Geç saatlarda yemir ki, yəni belə. Yəni, mən də o elə yanaşdım, elə getdim və mən burada kiməsə nəsə məsləhət görə bilmərəm, xanımlar. Hər orqanizm fərqlidir, heç kim eyni deyil. Mən elədiyimi, nə bilim, kiməsə deyə bilmərəm. Əslində sosial şəbəkədir. Bir də ChatGPT deyilən bir nə deyim, şəbəkə var, sosial şəbəkədir. O da nədirsə, girirsən, yazırsan, köməklik eləyir, nə mövzu desən. Yəni, mən ora durub, girib, yazıb, misal üçün, reseptlər, gündəlik qidalanmanı edib, yəni, sizi burada necə deyim, allada da bilərəm, nəsə istəmirəm, mən o mövzu mənlik deyil də, qurban sizə. Yəni, mən bilirəm, hər kəs öz orqanizmini bilir, nəyə yəndə necə təsir edir. Məsələn, baxın, limonlu kofe içirdim, mən hətta burada demişdim də ki, içirəm. Bəs bəlkə kimsə mənə baxıb içərdi, bəlkə mədəsində problemi olardı. Onda sonra mənə yazardı ki, Sevinç bacı, sən də gördüm, içdim, mənim mədəm belə ağrıdı. Əslində olmaz. Çünki hər mədə onu götürməm, amma məndə şükür bugünə kimi elə bir problemlərim olmayıb. Yəni, mən nə məsləhət görürüm, mən nə endokrinoloq deyiləm, nə diyetoloq deyiləm. Sadəcə olaraq, xanımlar, indi, yəni, bilmirəm, yenə nə vaxtda pozaram, nə olar, həyatda nədir, nələr yaşayarıq, onun bugündən sabaha heç kimin qarantiyası yoxdur, heç nədə. Şəxsən mən özümü deyirəm, mənim heç nə qarantiyam yoxdur, əminliklə heç nəyə danışıb deyə bilmərəm, heç bir mövzuda. Yəni, səhər yeməyində çalışıram ki, yesəm də bir dilim çörək yiyeyim, yəni öz evimizdə, bu hava öz evimizdən belə gedirsə, qonağım yoxdursa və yaxud biz qonaq getmiriksə, amma son vaxtlar maşallah mamam gələ 2 dəfədir gedirəm, özümü gözləyə bilirəm orada. Çox yeməməyə çalışıram axşam saatlarında. Çörəyi azaltmaq lazımdır. Bir də sağlamlı qidalanmaq, amma bax belə tərəvəzlərlə yeməklər, tərəvəzli yeməklər, tərəvəzli, düzdür, ət də lazımdır bəzən. Amma saat 5-dən sonra yeməməyə çalışıram. Belə. Yəni 76-77 kiloydum. Düşdüm 2 aya, noyabrın əvvəlindən belə deyərdim də tam. Dekabrın sonlarına düşdüm 70 kiloya.
6 kilo, yəni 66-67 idim, amma olsun 6 kilo atdım. Hə, belə deyək. Bir də indi bu yanvar ayında baxıram, 69-a düşmüşəm atmaq barədə. Amma sırf atmağı düşünmürəm, nəzərdə deyil. Amma çox da sevinirəm və inşallah həyatda hər şey yaxşı olar. Bu günə qədər hər axşam yürüyüşə çıxmağı bacarırıq, çıxırıq. Yəni yürüyüş ürəyə çox xeyirdir, xanımlar. Çox xeyirdir ürəyə. İnşallah indi yanvar ayında, bilmirəm də bu videonun nə vaxt paylaşılacaq. Yanvar ayında əslində həkimə getməliydik. Amma mən elə bir ki, inanırsınız, mən indi hərə bir cürdür də. Düzdür, mən belə hər bir mövzuda belə danışmıram. Adətən elə mətbəxdə iş güc belə şeylər çəkirəm. Mən əslində elə həkimə getmək tərəfdarı deyiləm, həkimə düşmək, dərman içmək heç sevmirəm, amma Ralfın qorxusundan içirəm, məcburluyur ki, içməlisən. O da çox hamımıza görə həyəcanlı olur, çox narahat insandır. Axşamlar saat 10-dadır mənim dərmanım. Dərmanımı içmirsən, gəl dərmanımı iç. Yürüyüşə ilə çıxırıq, gəlirik ki, saat 10-da evdə olaq. Məcburluyur dərmanları içməyə. Yəni onun qorxusundan, onun nəzəriyyəsindən bəlkə gedərəm, amma əslində getmək istəmirəm, özüm çünki pis hiss eləmirəm. Orada gedirsən, həkimdir, mütləq dərman yazır, nəsə müalicə yazır, nə bilim. Amma belə baxanda hə istəyirəm biləm, bəlkə də getdim ki, indi nə vəziyyətdəyəm da, çünki yüksək belə baş ağrılarım yoxdur. Bir dəfə, bax bu yaxında ayın 13-ü mama gildə olanda, ayın 13-ü başım ağrıdı, üstünüzə sağlıq. Bax, o belə yoxsa, belə güclü baş ağrılarım neçə vaxtı yoxdur deyib, belə bu müalicə başlanandan, bilmirəm, bu indi qidalanmanın da rolu oynamır, bilmirəm, indi dərmanlardandımı, yoxsa qidalanmadandımı, baş ağrılarım yoxdur. Təzyiqimdə heç də yüksək deyil, mama gələ gedəndə dedim də, orada videoda başım ağrıdı maşında, başım ağrımadı, xanımlar, bilmədim də nə idi o vəziyyət. Çox belə pis oldum. Bildim ki, son nəfəsimi alıram. Dedim, Cəsur pəncərəni aç. Dedim, amma nədir pissən yenə? Dedim, yaxşı, prosta istediyi yalan elə dedim. Uşaq pis olmasın mənə görə maşında. Hə, onda da təzyiqimi belə mama gildə ölçdük. 120-ni 80-ə idi. Elə çox deyildi, normal idi. Hə, belə xanımlar, yəni belə də çox yeməyin də, əsas yeməkdir də. Bəzən mən də pozora baxır ki, nəsə pişirmişəm, ondan yeyirəm. Amma yesəm də yenə deyirəm, 5-dən 6-ya kimi çatdırmamışam, 5-ə qədər yeyib qutarmışam. Elə olub sonuncu yeməyim saat 3-də olub, belə günorta yemişəm. Ondan sonra yemək baxımından heç nə, kofe içmişəm, çay içmişəm, meyvə yemişəm. Amma yemək elə olub saat 3-də yemişəm sonuncunda. Belə deyim də, başqa nə deyim mən? Dəqiq deyə bilmərəm, bilirsiniz, bax, gəlin bunu eləyin, hamımıza bu yaxşıdır. Yox, mən onu özümdə gördüm ki, yox. Hətta detoks suları belə, hər su hamı yaramır. Hə, bir də indi eləyəcəm. Uşaqlar yemək yeyibdi ya arxayın. Yoxsa bu soku ac qarnı eləyirdim, həmişə danışıram. Baxın, belə bir yarım litrlik bakalım var. Yarım limonu sıxıram. Dünən içinə apelsin də sıxmışdım. Hə, belə su eləyirəm, gün ortaya qədər bunu burada elə gedir, gəlir, qurtum içirəm. Yəni belə illər öncə zəncəfil, darçın, sarkük hamısını bir-birinə qatırdım. Amma onlar həqiqətən heç, onlar çox xeyirli. Sarkük vəbşə çox xeyirlidir. Yəni bilirsiniz, mən deməklə deyil, sosial şəbəkədə hər şey var xanımlar, hər şeyi bilmək olar. Yəni bir dəfə prob eləyin nə isə, məsəl üçün gördünüz, ürəyiniz götürmədi, mədəniz götürmədi, xoşunuza gəlmədi, o qədər ChatGPT ilə yazın, hamımıza günlük çıxır da, bir gün arxalamaq üçün həftəlik çıxır, bir ay yazsanız çıxır, hə. Düz mən onu eləmirəm, riayət eləmirəm, çünki elə maddi baxımdan da, yəni evdə imkan yoxdur hər kim nəsə desə onu eləməyə. Evdə nəyim varsa onu yeyirəm, belə. Amma çörəksiz demək olar da, demək olar ki, çörəksiz. Belə əzizlərim, çox danışdım, hər iki mövzunu səsləndirdim. Burada Allah hamımıza kömək olsun, nə iş tutsaq, nə inəsək, imanımızı kamil etsin özümüzə görə, əsas heç kəsin qəlbini qırmayaq, bilərəkdən heç kəsə pislik eləməyək və ən böyük səbirdir. Yəni mən olsa da belə, mən kimi eşidilsə də, mən Allahın verdiyi hər bir şeylə razılaşıb yaşamışam. Mənə kənardan çox deyirlər, ay sevirsən, niyə belə? Bilmirəm, mən hər şeyi özümdən öndə tutmuşam, önəmli tutmuşam, səbirli olmuşam. Nə bilim, Allah həmişə mənim səbrimi, yəni mən bilirəm, mən səbirliyəm. Yəni hər bir şeydə, məsəl üçün mənə nəsə tərif olsa, ay beləsən, eləsən, yox. Mən özümdə ən dəqiq bildiyim bir xüsusiyyətim səbirdir. Başqa şeylərə əmin deyə bilmərəm. Günahsız insan yoxdur bu yer üzündə. Bilərəkdən, bilmərəkdən günah eləmək olur. Heç kim, necə deyim,
Dörd dörtlük deyil. Yetər, yalnız rəvan kimi mələk balalar. Hansılar ki, həqiqətən mələk idi, heç kimə bir pislik eləməmişdilər. Elələrinə hə, mələk demək olar, elələrinə günahkar, günahsız bəndə demək olar. Amma bizlər günahkarıq, amma yenə də bacardığımız qədər pis əməllər etməyək. Bilərəkdən. Bilirsən ki, sən bunu edəndən sonra sən qarşındakindən pislik görməsən də, amma ən azından o dərindən bir ah çəkəcək. Yəni o ahları almayaq. Allah bizləri uzaq etsin ondan. Hə, xanımlar, soku da çəkdim. Baxın, mən çəkirəm. Sonra belə stəkanlara süzürəm. Süzəkdən süzürəm. Burada çıxıntısı yağlar. Bu kir deyil xanımlar. Birdən elə bilərsiniz bu kirdir. Yox. Bax, bunun öz rəngidir. Saralıb. Bunun rəngi belə deyil də əslində. Bunun rəngi baxın belə idi də, yəni. Rəngi saralıbdır. Hə, belə xanımlar, sokları verim uşaqlara da. Özümə də alma əlavə etmədim. Yaxşı ki də etmədim. Elə özümə də bu qədər bəsdir. Bunu da verim uşaqlara. Gəlin bunun qablarını yuyum. Xanımlar, bir də sizə nəyə göstərmək istəyirəm. Anam özü alma sirkəsi hazırlayır. Baxın. O şkafın səsi məni bezdirir. Hə. Mənə çoxdan veribmiş, içmişəm, unutmuşam. Yenə Rauf istədi, Raufa verdi. Baxın, belə özü hazırlayır, belə gözəldir ki, siz başından içib Rauf. Mən də bir dəymirəm, mən limon içirəm. Limonlu su bir bakalı hazırlayıram, indi hazırlayacağım. Soku işləyir xanımlar, qablarını da yudum, maşınkanı yığdım. Cəsur indi gətirdi stəkanı. Hə, Rauf hər gün bundan suya səhər acıqlarına əlavə edir, içir. Deyirəm, sən iç. Çox xeyirlidir alma sirkəsi xanımlar. Həm təzyiqi də aşağı salır. Yəni, yüksək təzyiqi aşağı salır. Mama deyir ki, nə var, özün də doğra qoy. Deyirəm, yox mama, mən görürəm ki, sən onu edirsən, deyirəm, evdə saxlayırsan, qıcqırır, üstə kəpənəklər uçuşur. Yəni, mən Cəsurun yanında onu eləyə bilmərəm. Yəni, qoymaz, evdə gəzir, deyir, evdə nəsə iyi var, nə pişirirsən, hansı yağdır, nə əritmirsən, iyiyə bax, belə-belə eləyir. Ona görə mən deyirəm, alma sirkəsi qoya bilmərəm. Həm də ki, eləyə də bilmərəm, nəsə mənə çətin gəlir. Mama deyir, orada nə var, doğrayır, qoyursan, orada öz üçün qıcqırır da. Nəysə, sağ olsun deyib bizə verdi. Burada mağazinlərdən soruşduq, hansında ki, kənd məhsulları, yəni meyvə tərəvəz olanda belə lobiya dəni, belə şeylər də satılır. Onlarda bankalar olur, turşular, nələrsə düzürlər, palçıq turşuları, hər cür şeylər olur. Soruşduq, heç birində yoxdur. Mağazindən də almaq istəmirik. Mağazindəkilər bilirəm, nəsə qatqı olur. O vaxt özüm də içmişəm, mağazininki başqadır. Hə, evdə hazırlanan yaxşı olur. Belə sağ olsun, bunu verdim. Hətta belə, bayaqda baxıram, çox danışmışam. Bilmirəm, kəsəcəm, kəsməyəcəm. Ən azından, indi də işlərimi görüm xanıma. Tezləşdirilmiş halda yəqin ki, çəkiliş edirəm, onu tezləşdirərəm. Meyvə qabını doldurmalıyam. Biraz qatıq var, deyirəm. Baxın, görüm o necə qatıqdır. Bəlkə pankek yediyim. Limonlu suyunu hazırlayayım. Və meyvələr də hərəsi bitirikdə, hərə bir limon qoyur. Baxın, limonu belə yarısını eləyirəm, sonra səhərsi gün digər yarısını eləyirəm. Burada kök də var, baxın xanımlar, xalacilikdə. Bu qara tüklü şirin olur ki, uşaq vaxtı biz bu kökün içində çıxanda elə sevinirdik, dalaşırdıq onun üstündəki, amma mənə verib bölürdü, uşaqlar yedik. Bu çox şirin kök olur. Allah, bu da neçə qoyaq. Ha, bu limondur. Bunlar meyvədir, büyük qaba qoyacağım. Bu limondur xanımlar. Limon orada yarımşıq var, həsli. İçinə olmayanda adi elə suda içmək. Yəni, əslində 2 litr mənə o qədər düşərdi. Yəni, 2 litr. O da mən çox su içə bilmirəm, xanımlar. Bunu da elə məcbur içirəm. İllər öncə də bax, elə detoks suları eləyirdim. Sassi suyu hazırlayırdım. Çinə aiddir deyəsən o sassi suyu. Ondan 3 kiloluq balonu edirdim, içirdim. Adam təzyiqini də həqiqətən aşağı salırdı. O qədər su içmək var. Özdə limonlu, zəncəfil, cəfəri, xiyar. Bir də nə idi? Bir də nanə yarpağı da əlavə edirdim içinə. Bir cür dadı da olurdu. Hə, bax, misal üçün o suyu Sevdə bacım dedim içsin bir dəfə. Elə də içə bilmədir. O nətər içilər? Hə, belə xanımlar.
Sağlam qidalandan xanım birinci partiyanı yedi, bir dənəsi qaldı. Elə qəşəng yumşaqdır xanımlar. Bu da olsun deyirəm, bu gün yeyəcəyim çörəkdən də bu olsun. Elə qəşənglər xanımlar. Bu ikinci partiyada tez çevirdim. Baxın belə puf puf, belə yumşaq, elə qəşəng alınıb. Baxın. Birincini biraz ötürdü. Taba birinci yaxşı istirməmişdi, ona görə bir də baxdım ki, ötüblər. Baxın nə qəşəng, yumuşaqdılar, köpük kimi. Balaca qəbul etdim xanımlar, 2 ədəd yumurta, 1 stəkan yağlılardı da. Belə, burada da ben də bulyon çıxartdım xanımlar, yadıma düşdü ki, bulyon çıxardım. Bir də duru yağ qabımı belə duru yağla əlavə etdim, doldurdum, qəşəngdir. Baxın, o duru yağ qabını alanda çağlıma gəlmir ki, onun en üstünə qoyacağım bir altılıq alım. Dem çaynikindən götürdüm, buna koydum. Niyə bax, beləncə bunu kimsə qoyanda uşaq belə vurar, qırar. En azından burada buna ilişsin. Bir də heç qaşıq qabına yenə baxmadım, ağlıma gəlmədi. Həm təkəlifə getmişdim, həm sentrikə getmişdim. Heç ağlıma gəlmədi, yadıma düşmədi ki, bir qaşıq qoymaq üçün də bir qab belə tapım. Hər yanı bağlı. Belə, elə bir şəmsiyə üçün almaq istəyirdim. O da istəmədi, telefonla görüntülü danışdıq, istəmədi deyə mən də elə bildə heç bilmədim, nə aldım, nə elədim. Belə. Baxın, nə qəşəng, yumuşaqdır. Bunu pişirib bunun qablarını yumum. Sonra da xörəyimi yavaş-yavaş pişirməyə başlayayım. Xanımlar, baxın, qazımız budur. Baxın, bu qazla mən indi bugün nə yemək pişirim? Sulu yemək eləmək istəyirəm. Olan qazımız budur. 1 saatdir 2-3 dənə pankek pişir. Nuray yedi durdu, gördü, telefon açıram, qaçdı. Sıkışanlığına yedi, Nuray getdi. Bunlar da verim, Cəsur yesin. Baxın, yumurta sarı, yumurta deyil, kənd yumurtası deyil, belə sarı olur. Qaynadı. Niyə belə səliqəsiz olur bunlar xanımlar? Çünki bu balaca tavada etməsində buna rahatlı yapışmır buna. Amma yeri dar olur. Tökürsən birini, o birisini dökəndə o bir-birinə yapışırlar. Mən də yanına 2 dənə, 3 dənə pişirmək istəmirəm. Mən də 4 dənə tökürəm deyə bir-birinə yapışırlar. Buna baxın, 1 saatdır belə durur. Qaz yoxdur, bəlkə də keçəcək, bilmirəm. Eləyim, küftələri hazırlayım. Formalaşdırım, hazırlayım. Qoyum soyuducu, məncə heç nə olmaz. Alınlar, qaz artarsa bişirərəm. Nə var ki, bulyon da çıxartmışam, bulyon da var. Noxud da, buzluq da var, heç çıxartmamışam noxudu. Noxudum da var, yəni hamısı hazırdır. Bir dənə kartoşka ilə küftələrin pişməsi olar. Baxın, belə, qaz bizi belədir, hava soyur. Elə yağış yağır ki, xanımlar həyətdə. Qaz elə səs çıxardır ki, elə bir sönür də, belə pır eləyir. Sönən də eləncə eləyir. Kofemi süzüm. Cəsur içinə qaşıq qoy. Belə mən də bundan 4 tökdüm. Balaca qaşıqda çay içmə limon qaşığıdır. Elə mən də ondan 4 dənə tökdüm. Şunu da əlavə edib içərəm. Mən pankekdən yedim. Bunlar da Cəsur yer. Bilmirəm, bəyənəcəkmi? O belə səliqəsiz, forması şeyləri sevmir. Ümumiyyətlə, nə pişirəndə hər şey nəmiş ən yaxşısını, ən qəşəngini ona qoyuram. Havayı göstərirəm sizə. Yağış yağır. Elə bil dayanıb indi biraz. Dayanıb yağmağa. Belə. Dünən axşam da biz yürüyüşə çıxanda normal idi. Çıxdıq. Elə gəzirdik, yağış başladı. Nə başladı da? Axşam rahat dedi, dur gedək. Deyirəm, yox, etmək istəmirəm, məcbur çıxartdıq, gedək. Orada gül də açıbdı. Cəsurun güzgüsü də qəşəng yuyuldu. Yer tapıb ora qoyub, mən də daha həyətdə süpürəndə götürmürəm. Deyirəm də dursun orada, mən götürürəm. Aparım, saxlamağa, harasa qoyuram, gizlədirəm. Tapır yanına çıxardır, gətirir ortaya. Ona görə deymirəm, daha dursun orada, neyim? Deyirəm, qoy qızsın, əl çəksin də bir yolluk bilsin ki, yoxdur.
İndiki cavanlar bilmirsiniz, krasovka necə qaldı, şalvar necə durur. İnanırsınız, bir də görürsünüz, getdiyi yerdə qayıdır evə, deyir, yox, o bir şalvar giyinirəm, bu krasovka ilə o yaraşmır, o krasovka ilə, bu qutqu ilə, o papaqla, o durur, güzgülənir. Neçə cür paltar dəyişir, sonra çıxır evdən. Belə. Belə. İşlər hara getdi. Belə. Skuşonu da əlavə etdim. Dedim, deyim, skuşonluya. Bir saatda pankek pişir. Elə qəşək yumuşaqdan bir içə yemək istəyir. Siz Allah baxın, heç rəngi dönmədi. Birinci pişirdiklərim yaxşıdır. Yəqin kombi götürəndə lap azalır qaz. Yəqin kombi götürüb deyəndə belə azaldı. Bunlar da cəsur yesin. Mən də kofemi içim. Qablarımı yuyum, buraları səliqəyə salam, baxın yumuşam. Bunları yuyuram, qoymuram, çoxlu qab qalsın. Belə xanımlar. Bugünkü günümdə mətbəx işlərindədir, yalnız təmizliyim təmizdir. Ev təmizdir. Yəni, bunlar su salsaydı, sabaha qədər suyu çıxsaydı, yaxşı olardı. Mən bunları hazırlayanda ləyəndə hazırladım, axşam qoydum, qaldı. Səhər, dünən səhər yığdım bankaya. Yəni, dünəndən bugünə elə də su salmayıbdı. Qoy, belə qoyum. Əslində sıxmayacam. Mən əslində ağzını bağlamaq lazım deyil də, bu gərək qazı nə varsa çıxsın. Qazın səsi çıxdı. Deyirəm də, kombi buraxanda qaz artır. Yəni, zəifdir də. Əslində, kombidə normal işləməlidir. Evdə, plitədə də qaz normal yanmalıdır. Baxın, belə şeylər pişirdim. Amma dadı da gözəldir, yumuşaqlığı da gözəldir, xanımlar. Bəyənər yeyər, bəyənməz də bacısı yeyər. Bununla bölürdüm deyə bu belə batırdı. Yapışırdılar bir-birinə, yumru qalmırdı. Çünki qazda zəif tutmur da xanımlar. Elə axa-axa gedir. Qaz güclü olsa sırası formasını tutar. Belə. Şunu əlavə edəm, bu kofeni içim xanımlar, qablarımı yuyum.